Salam əleykum əziz babanlar, hər birinizi Bakıdan salamlayırıq. Bugün artıq Özbəkistan səfərini dünən yekunlaşdırdı və bugün də bu tədbirə qatılmaq istədi. Baku Expo mərkəzində bir tədbirdir. Burada beynəlxalq tədbir olduğu üçün dünyanın hər bir yerindən şirkətlər burada yığışıblar və burada öz məhsullarını təqdim edirlər. Biz də bir çox dostları, yoldaşları burada gördük. Danışıqlar aparılır, əməkdaşlıqlar qurulur. Bir çoxu da elə bizim tanıdığımız insanlardır. Tinçilik sektoru, calaqaltılar, sonra texnikaların satışı filan bir çox nüanslar var. İndi məsəl üçün burada Ayxan bəygilin ixracatçılarla görüşdük. Tanışlıqlar olur. Belə tədbirlərə qatılmağın mahiyyəti böyükdür. Burada qatılanda siz belə deyim ki, yeni əlaqələr qura biləcəksiniz və onlardan da daha düzgün istifadə eləmək olur. Yəni 1-2 saatlıq yol uzaqlığında sizə fərqi yoxdur, 5 saatlıq olsun, durun, gəlin, baxın. Adi biz Özbəkistana gördüyümüz kimi deməli 3 saatlıq təyyarə uçuşu oldu. Sonra dalınca Daşkənddə düşüb 5 saatlıq da Lamanqan əyalətinə getdik. Orada çəkilişlərimiz oldu filan. Hamı məqsədi nədir? Yeni insanlar tanıyaq, yeni əlaqələr quraq, orada nələrin olduğunu görək, oradakı müsbət enerjini öz ölkəmizdə tətbiq eləmək üçün nə işlər görməliyik filan, bunlara baxaq, öz belə deyim ki, insanlarımızı maarifləndirək, bunlara görə olur. İnşallah ki, hər kəsə uğurlar. Gələn burada da bir çox danışıqlarımız olub, Kənan bəy çəkib, onları da yayımlayarıq, görərik. Belə tədbirlərə uzun sözün qısası, yəni qatılmaq vacibdir. Yəni çoxlu insanlarla tanış olursunuz. Biz də indi maşallah yavaş-yavaş kanalda böyüdükcə İnsanlar tanıyır, necəsiz, daha gözəl təkliflər eləyirlər, bu işi sizinlə görmək istəyirik, bu layihəyə qatıla bilərsinizmi filan, bu kimi məsələlər olur. İşlərimiz gün-gündən böyüyür. Mən onu deyə bilərəm ki, artıq Azərbaycanda ilk dəfə görülür bu işlər, yəni bu media şəklində sahibkarlara açıq-aşkar işini nümayiş elətdirməyi, o cümlədən elə mənim də öz təsərrüfatlarımı açıq-aşkar nümayiş elətdirməyim odur ki, qardaş, mən danışıram, budur, bax gördüyümüz işlər budur, gəlin bir yerdə əməkdaşlıq eləyək, bir-birimizdən çəkinib, bir-birimizdən prinsip aparıb bir qabağa hər hansı bir addım ata bilməyəcək, bir-birimizlə əməkdaşlıq eləməliyik, bu boyda ölkələr var burada gördüyünüz kimi, ölkələr arası bir belə deyim, rəqabət aparmalıyıq. Yəni, öz sahibkarlarımızın bir-birindən rəqabət aparması, yaxşı mənada rəqabət aparmaq olar, amma belə hər hansı mənfi halların yaşanmağı mənə xoş deyil açığı. Ona görə bir yerdə hərəkətləməliyik, hər kəsə uğurlar olsun. Ətraflı danışmışıq, göstərmişik. Gəl Kənan bura. Bir də ərazini belə göstər. Burada sektorlardır. Bu, məsəl üçün, bir dəqiq olduğumuz 3-cü yerdir, 3-cü sektordur. Burada ancaq texnikalar filandır. Dünyanın demək olar ki, bütün şirkətlər buradadır. Məsəl üçün, burada New Holland kombaynlərinin, ot biçənləridir filan. Bu texnika deyəsə üzümçülükdə istifadə olunur. Dəqiq bilmirəm açığı. Orada traktorlardır, Lovol şirkətidir. Bayaq onlarla da gözəl söhbətlərimiz oldu. Nə istəyirsə bu sərgidə tapa bilərsinizsə, hansı sektor görürsünüzsə, ona aid nəsə tapıb əlaqələr yarata bilərsiniz. Belə şeylər də gözəldir. Özü ölkəmizdə olur. Bütün dövlətlər bura gəlir. Bu da gözəldir. Hər kəsə uğurlar. Allah'a emanet. Salam əleykum əziz babanlar. Hər birinizi Bakıdan salamlayırıq. Artıq Özbəkistandan geri qayıtmışıq Mahmud müəllimdən. Burada Fuad müəllim sağ olsun bizə bir çay süfrəsi açdılar. Priora Leasing şirkəti. Priora Leasing şirkəti. Bəli, Priora Leasing şirkəti idi. Fuad müəllim, xoş gördük sizi. Xoş gördük. Siz Quba filialının müdürüsüz də? Bəli, Quba. Şad oldum. Adınızı həmişə eşitirdik. Quba Qusar Xaçmaz, biz baxırıq. Maşallah. Bu Lovol traktorların satış prosesinə ümumi siz baxırsınız da. Bugün də sərgidəsiz. Burada ümumi sərginin mahiyyəti barədə bir məlumat versəz xoş olar. Ümumi sərginin mahiyyəti elədir ki, hər il ərzində, hər il dövlətimiz tərəfindən bu sərgi təşkil olunur. Biz öz məhsullarımızı çıxarıb vətəndaşlara nümayiş elətdiririk. Məlumatlandırır, texnikaları, dövlət subsidiyasının, dövlətin vətəndaşlara verdiyi dəyər və qayğının vətəndaşlara çatdırmaya çalışırıq. Bu sizin satışlarınızda bu 40% dövlət subsidiyası geri ödəniş belə bir məsələ var idi. O bir aydınlıq gəlsə, o mənim maraqlıq oldu. Belə deyək də, müştəriyə satış məbləğinin 40%-in ümumi götürdükdə 40% müştəriyə güzəşt olunur. Dövlət tərəfindən verilmiş subsidiyada. İstənilən fermer bundan yararlana bilər, fərdi sahibkarlar da yararlana bilər. İstənilən hüquqi şəxslər, kənd təsərrüfatına məşğul olan istənilən bir şəxs, hüquqi şəxs, fiziki şəxs, fərdi sahibkar götürə bilər.
Aha, Allah gözəl. Mahmud bəy, siz traktor götürmüşdünüz də deyəsən. Biz də yəni Pirgor şirkətindən 2 dənə traktor götürmüşük. Bir Nevoland 110'lu, bir də ki Lovo. Çox razıyıq yəni. Yəni traktorda bir problem çıxanda da belə gəlib vaxtında onu bərpa ilə aradan qaldırırlar yəni. Biz dəfələrlə çəkilişlərdə göstərmişik texnikaların üstünlükləri filan da bir-birində onları çəkmək istəmirik, bir kadr alarlar, amma sizlə bir kadr almaq istədik. Bağbanlarımıza belə demək istədiyiniz bir söz varmı? Belə deyək də, biz texnikalarımız 40 at gücündən lovolar, sırf lovolar götürürüksə 40 at gücündən 220 at gücünə kimi istənilən at gücündə, istənilən komplektasiya deyirdikdə bağ və şum traktoru məsələsi var. Bağ traktorlarımız da var, şum traktorlarımız da var. İstənilənlər məlumatı verə bilərəm. Nə vaxtda gələcək Elbrus? İnşallah bu yaxın ay ərzində inşallah gələcək, satışlarda olacaq. Gələcək. İnşallah. Bu yaxın ay ərzində olmalıdır. Qeydiyyatdan keçib bir şey olmalı. Sizin satış yerinizdə olacaq. Bəli. Bütün Aqropanin satış dükkanlarında olacaq. Aslan bəy məlumat verdiyə də mən neçə demədim. Loro dildə danışaq, dənizaltı belə getdi bura bax. Bunun nədə istifadə edirik əsas biz? İstifadəsi qardaşım şum altıdır. Yəni nümunəsi göstərilir burada. Bu formadadır. Şum altı, hə. Həm gübrənin nümunəsi burada şum altıdır. Həm də suda həll olunur. Damlamadan da vermək olur, mümkündür. Məsələ burada nədən ibarətdir? Ana maddəsi polinsülfat olduğuna görə 50% orqanik, 50% kimyəvidir. 50% deməkdə hardasa 30-35% kimyəvi elementlərdən istifadə olunur bu formalaşması üçün. Amma 50% orqanikdir. Günümüzdə də bilirsiniz ki, orqanikaya daha çox tələbat var. O tələbatı ödəmək üçün məsələtli gübrələr. Özbəkistanda dünən gəldik də bilirsən. Zar müəllim dərman atmadan iş görür orada şurada. Bəli. Mahmud qardaş. Zaur müəllimi gördünüz də, nə dedi? Dərman söhbətinə. Hansı dərmanlar? Bir neçə dənə dərman istifadə ediblər, o da yüngül var. Bəli, çox az dərmandan istifadə edirlər zarman. Ancaq sırf orqanik və dadında da hiss elədik onu. Hiss olunacaq əlbəttə ki, orqanika o hiss elətdirər onu. Həqiqət. Çünki o istəsək də, istəməsək də biz buna keçməliyik. Yəni orqanikaya keçməliyik. Demək X təsirləri olur bir də problemlər yaşanır. Fakt onu bizdə insanlar məsəl üçün necə deyim, doz aşımında yaşadıq, o yaşıl bit problemi var, yadınıza gəlirsə. Onda yaşadıq. İndi müəyyən bu problemlərin, o xəstəliklərin, göbəklərin elə demək olar ki, aşılmış kimyəvi dərmanların əlamətləridir. Ağac istəsə düşür, yarpaq yığılır, olmacaq bir xəstəlik yoxdur. Nədən gəlirlər? Qabağını ala bilmirik dərmanlar xəstəlik. Avtomatik hocam ümumi sistemi yaranır bitkidən ona qarşı. Elementar mən sənə bir maddədən deyəcəm, alüminium fosfor kimi bir maddə 2 dəfədən artır tətbiqi vegetasiya dövrü ərzində direnç yaradar bitkidə. Ondan sonra sən nə qədər istəsən o xəstəliyə müalicə edə bilməzsən. Ona görə məcburuq ki, artıq orqanikaya keçid etmək dövrüdür. Elbrus bizim tinkçiliyə deyirdim sizə, bağlara Elbrus baxıram buna. Gözəl. Onu işləyirik. Mahmud bəydəki Quba Biz danışmışıq telefonla, biz görüşməsək danışmışıq. tinkçilik təsərrüfatları var. Xeyirli olsun. Çəkiliş eləmişik. Xeyirli olsun. Hər Xeyirli birə. olsun. Nə sözün bizə? Sizə sözüm can sağlığı. Can sağ ol. Bağbanların nə sözün var? Bağbanlar da işlərində müvəffəqiyyətlər, uğurlar. Hər kəsdə Allah rızqını versin inşallah. Allah amanı. Xaçmazda görüşəndə İnşallah. gedin baxın bağlar nə edir. Sağ ol. Zəng edəcəm səni, görüşərik inşallah. Özü yaxşı bax. Hə? Dəgərik. Gəl. Gəl də gəl. Tinkilam. Oo, Mecnun Efendi. Necəsə gözəl insan. Nə var da ya? Keyfin əhvalı yaxşısanmı? Avropa standartlarına uyğun qadaş olaraq. Biz de ucuz. Ama çok güzel. Burada sanatını söylemek için. Sürü sayesinde yapıp planlamak istemiştim. Özbekistan seferi karşılığı var. Ağladım aşağıda. Orada da gördüm. Onların içinde kara kıştan yani. Kara boya.
Dönən gəldik. Neçə gündür buradasınız? İkinci gün. Xavier burada da? Yox. Qaydı var. Bu maksimada gələcəm də inşallah pazarda. İnşallah. Nətər var? Yaxşı olsun. Neçə illikdir? Maksimanı 1 metr 50 Santılıq bağlarını çəkdik də orada. Olurdu işin. 1 metr 50-də konkret nəticə də var idi. Super idi. Bu hardadır? Hansı Öz bağlı. hansı ərazi? Həsən Həsən qala. O, maşallah. Qoy rəng alsın təmiz. Bir dəfəlik onda gələrik. Aleykümselam qardaş. Ötərdir. Əladır, maşallah. Hansı sortdur o? Bu pirmulat. Burlat, pirmulat. Qoy təmiz rəng alsın, gələcəm inşallah. Ola bilsin ayın 17-si budağa bax. 70 manatdır. Üstü hazır. Özbəkistanda Ariana yığırdılar hocam. Belə olub da. Ayın 12-si çəkiləcək. Kardeşim.